Bugün xanımlar sizə göyəm turşusunu necə hazırlayıram, onu bölüşmək istəyirəm. Bu resepti illərdir anam hazırlayır. Anamdan öyrənmişəm mən də. İndi də mən öz evimdə hazırlayıram. Çox dadlı olur. İstəsəniz sizlər də bu reseptlə hazırlayıb sınaya bilərsiniz. Elə öz bağımızda yetişən göyəmlərdən gedib dərirəm. Göyəm bir də yetişmiş olmalıdır. Yəni ən püf nöqtəsi budur. Çal göyəmlərdən deyil də biz bunu yetişmiş göyəmlərdən hazırlayırıq. Göyəmləri bol suda yaxşıca yuduldan sonra 750-500 qramlıq bankalara yığıram. Mən iki usulla hazırlayıram. Biri gilə mərzəli, digər usulu isə sarımsaq, dəfnə yarpağı və yaşıl nanə. Quru nanə də əlavə edə bilərsiniz. İki usulda çox dadlı alınır. Üzərinə yarım stəkan şəkər tozu, 1 çay qaşığı duz. İllərdir bu reseptdə hazırlayıram, bu cür hazırlayıram. Yəni bu reseptlə idealdır. Şəkər dozunu çoxaldıb azalda da bilərsiniz öz damaq dadınıza uyğun. Mən isə həmişə illərdir belə hazırlayıram. Bunları tökdükdən sonra üzərinə qaynar su əlavə edirəm. Qazanda artıq su qoymuşam qaynamağa. Qoyuram qazana. Göyəmlər çatlayıb öz sokunu buraxana qədər qaynadırıq. Hardasa 15-20 dəqiqə. Sonra götürürük. Təzə qapaqlar olmalıdır mütləq. Xarab olmasını istəmirsinizsə, ağzını bağlayırıq, qışa saxlayırıq, nüş edirik. Bu qədər sadə və asan. Bəyəndinizsə abunə olmağı da unutmayın. Hələlik.